Esselamu Aleyküm. Bugünləri mən sizlərə dinimizi öyrənərkən, Quran-ı Kərimi öyrənərkən, yəni hər hansı bir elmi öyrənərkən nələrə diqqət eləməliyik, hansı səhvlərə düşməməliyik, bunlardan bəhs eləmək istəyirəm. Birinci onu sizlərə deyim ki, elm öyrənmək həqiqətən çox önəmlidir. Çünki elmsiz bir insan bəzən ümidsizliyə düşür, bəzən nəyi necə edəcəyini bilmir, bəzən çarəsiz qalır, çox qorxaq, çox vəsvəsəli, yəni həyatında doğru qərar verə bilməyən bir insan halına çevrilir. İkincisi, elm öyrənərkən yalnız özümüzə faydası olan şeyləri öyrənməliyik. Yəni bizə faydası toxunmayacaq, həyatımızda bizə lazım olmayacaq şeyləri öyrənib də beynimizi doldurmağa və yaxud da ki, o elmləri bilib də kibirlənməyə heç vaxt yəni ehtiyacımız yoxdur. Yəni bu səhabə əxlaqıdır. Çalışaq ki, bildiyimiz, bizə lazım olan şeyləri həyata keçirək. Üçüncüsü də ki, elm əməl üçündür. Biz hər hansı bir şeyi öyrəndiksə, artıq onu əməlimizə keçirməliyik. Hətta sahabələrdən bəziləri vardı ki, Quran-ı Kərimdə belə hamısını əzbər bilməmişlər. Nəyə görə? Çünki onlar oxuduqca, öyrəndikcə onları həyatına keçirməyə çalışmışlar. Buna görə bəzi sahabələrimiz vardı ki, Quran-ı Kərimi hətta əzbər belə bilməmiş. Amma biz bəzən nə edirik? O qədər elm öyrənirik, o qədər yəni məlumatları bilirik. Bunlar ancaq bizim kibirimizi artırmaqdan başqa, bizi loğalandırmaqdan başqa bir şey yaramır. Bəzi yerlərdə danışırıq, amma əmələ qaldıqda isə heç birini həyata keçirmirik. Buna görə bizim əməlimizdə lazım olmayan, əməlimizə keçirmədiyimiz heç bir elmin, heç bir şeyin faydası yoxdur. Dördüncüsü və çox insanın yanıldığı bir şey də elm öyrənərkən sıralamaya diqqət etməkdir. Yəni biz bəzən namazımızı bir kənara qoyuruq, başlayırıq elm öyrənməyə. Burada biz unutmamalıyıq ki, bizə elmi öyrədən, bizi bir şeye başa salan və onu həyatımıza keçirməyə kömək olan yalnız Allahdır. Məsələn ki, biz ibadət etməliyik. Namaz, zikir və elm öyrənmək lazımdır. Burada ilk öncə namazımızı çox gözəl qılırıq, zikrimizə diqqət edirik, Quran-ı Kərimimizi gözəl oxuyuruq, risalələrimiz varsa risalələrimizi qəşəng oxuyuruq. Ondan sonra biz geri qalan şeyləri, yəni elm öyrənməyə ondan sonra başlamalıyıq. Yəni gün içərisində bu sıralamaya da diqqət etməliyik. Biz olar ki, orada zikrimizi tez elədik, namazımızı tez qıldıq və getdik elm öyrənmək üçün vaxt ayırmaq istədik. Bu zaman inanın ki, o elmin heç bir faydası olmayacaq. Çünki bizim ilk növbədə vəzifəmiz namazdır, ibadətdir, digər şeylərdir. Yəni burada sıralamaya diqqət etmək lazımdır. Və bəzən də elə olur ki, biz nə qədər eləsək də, nə qədər çalışsaq da öyrənə bilmirik. Bəzi şeylər ağlımıza yatmır, bəzi şeyləri əməlimizə keçirə bilmirik. O zaman bizim ən önəmli eləməli olduğumuz şey bildiklərimizlə əməl etməkdir. Çünki Allah bildiyi ilə əməl edənə bilmədiklərini öyrədər. Və çalışın ki, bildiyinizi də bilməyənlərə öyrədin. Yəni insanlara öyrədin. Siz insanlara öyrətdikcə Allah da sizi bilmədiklərinizi öyrənmək üçün kömək olacaq. İlm öyrənməyi sizə faydasını toxunmasını istəyirsinizsə, həqiqətən də o məlumatlar qəlbinizə keçməyini istəyirsinizsə, kiməsə özünüzü göstərmək üçün yox, mən elmliyəm, bilikliyəm demək üçün yox, kibirlənmək üçün, lovğalanmaq üçün və yaxud da ki, hətta kimilərsə öyrətmək üçün belə öyrənməyin. Sırf özünüz öyrənəsiniz deyə, sırf Allah razı olsun deyə, Allahı tanıyasınız deyə yəni öyrənməyə çalışın. En son olarak da sizlere çok güzel bir şey söyleyeceğim. Bazen olur ki bizim aklımıza elə bir sual düşür ki onun cevabını heç kəsdən tapa bilmirik. Bazen olur hər bir söz deyir. Ne edəcəyimizi, kimə güvənəcəyimizi bilmirik. Aklımız, qəlbimiz şübhə ilə dolu olur. Bu zaman biz nə etməliyik? Həmin zamanlar biz həmin sualımızı Allah'tan soruşmalıyıq. Nə deməkdir Allah'tan soruşmaq? Gelirsiniz Allah'ın huzuruna. Bütün dərdlərin çarəsi olduğu kimi bu sualının çarəsinin, sualınızın cavabını da onda axtarırsınız. Əllərinizi açırsınız acizliyinizdən Allah'ım nə qədər yerlərə getdim, nə qədər araşdırmalar elədim. Mən bu sualın cavabını tapa bilmədim. En güzel güvəniləcək olan, el-alim olan, hər şeyi bilən sənsən Allahım. Mənim bu sualın cavabını tapmaq üçün kömək ol edəcəksiniz. Yəni bir dua edəcəksiniz. İçinizdən keçən bir duanı edəcəksiniz. İnanın ki, Allah o sualın cavabını sizin qarşınıza çıxacaq. Hər hansı bir video izləyəcəksiniz. O videoda görəcəksiniz. Və yaxud da bir insan qarşınıza çıxacaq. Heç soruşmadan bəlkə sizə o sualın cavabını deməyə başlayacaq. Bir məqalə oxuyacaqsınız. Hər hansı bir yerdə yəni Allah sizə o istədiyiniz sualın cavabını mütləq göstərir. Sadəcə inanaraq gözəl şəkildə dua eləməyiniz yetərlidir. Allah bizləri bir ömür boyunca onu tanımağa çalışan, elm öğrenmeye çalışan, ona yaxınlıq qazanmaq üçün bu yolda fədakarlıq eləyən və ən gözəl onun sevdiyi insanlarla, salihlərlə bircə olub onlara boyanaraq gözəl elmə sahib olanlardır. Boş, faydasız elmdən, öyrəndiyimizlə lovğalanmaqdan, qürurlanmaqdan, kibirlənməkdən, yanlış yola düşməkdən də bizi mühafizə eləsin. Amin.